Hər vaxt xeyir olsun dəyərli traderlər. Bugün martın 31-dir və bu ayda çox uğurla bağladıq. Yəni bildiyiniz kimi dünən siqnal kanalında sonuncu 6 siqnaldan sonra yenidən 2 siqnalı biz paylaşdıq 4552-lərdən və SIP kanalında isə 4520-lərdən və bugün səhər saatlarına qədər yəni 100 dollara bir qalxışla nəticələndir. Bu da bir lotluq əməliyyatlarla 10.000 dollar edir. Və YouTube kanalında Qafar İmamverdiyev yazın. Biz canlı olaraq qrafik üzərində açdığınız əməliyyatları da göstəririk və məsləhət görürük ki, siz də orada abunə olub izləyə bilərsiniz. Bugün nələr baş verəcək? Yəni bugün qızılda səhər saatlarında sürətlə yuxarı doğru istiqamətlə 135 dollarlıq qalxışla nümunə aşağıda yenidən alışlar 4586-lardan gələcək. Satışlar isə 4549-lardan. Euro dolar, funt dolar cütlüyündə ümumi istiqaməti aşağıdır və gümüş də yuxarı doğru istiqamətə davam etdirir. Alışlar 72.500-lərdən verə bilərsiniz. Satışlar isə 71.500-lərdən olacaq.